Bu videomuz hər şey üçün gecdir deyə soruşan yetişkinlər haqqındadır. Həyatdan qorxmaq buna ilk misaldır ki, həyatın onlara nə gətirəcəyini bilmirlər. Bu gələcəklə bağlı qorxulardır. Keçmişlə bağlı qorxular isə problemlərini həll edə bilməyəcəklərinə inanmalarıdır. Özlərini bacarıqsız hiss edirlər və eyni zamanda ümidsiz, üzgünlük, çarəsiz hissləri özü ilə bərabər gətirir. Özünü xoşbəxt həyata layiq görməmək. Uşaq vaxtından bəri onda elə bir proqram var ki, o xoşbəxt həyat yaşaya bilməz. Utanc, özünə qarşı qəzəb, aqressiya hisslər ola bilər. Qərarsızlıq. Həyatımı necə quracağımı bilmirəm, hardan başlayacağımı bilmirəm düşüncələrindən yaranır. Həyat sizin üçün nə ifadə eləyir? Sadəcə bir təcrübədir, yoxsa sizi cəzalandıran və yaxud da mükafatlandıran bir nəsil olaraqmı görürsünüz? Problemlər nələrdir? Onları sizi gücləndirməsinəmi icazə verirsiniz, yoxsa daha da sizi zəiflədir və həyatdan ümidinizi üzürsünüz? Heç nə üçün gec deyil. Həyatınızı yenə də hər nə olmasından asılı olmayaraq həyata yenidən başlaya bilərsiniz, yenidən davam eləyə bilərsiniz. Həyata bir kitab kimi yanaşsaz, müəllifin özünüz olduğunu bilsəniz, təcrübələrdən sonra nələri öyrəndiyinizi bilərək həyatınıza davam eləyə bilərsiniz. Neçə yaşınız olmasından asılı olmayaraq gözəl və xoşbəxt həyata layiqsiniz.